Allah Teala heç kəsinə qərar qoymayıbdı ki, zəhmətsiz ona bir şey versin. Bu sünnət-i ilahidir. Ən böyük insanlar tarixdə ən böyük çətinliklər görürlər. Bu sünnət-i ilahi. Ən çətin dözüblər. Ta böyük insanlar olurlar. Sən bax bütün peyğəmbərlərə, onların yaşayışları bütün çətinliklə keçirdi. Peyğəmbərlər olub ki, onları öldürüblər. Yaradan kəsirlər. Tikə-tikə eləyirlər. Belə deyir ki, peyğəmbərlik, biz belə xiyal eləyək, Allah Teala ilə birindən xoşu gəlir, deyə sən ol peyğəmbərdə, bizim qomarsan, birinə sən qaş gözünə qoy, nə qəşəng adamsan, məsələn, gəl sənə filan şey verək. Bücür yoxdur Allahın işində. Allah Teala o adama bir məqam verər ki, onu təcrübə eləyir. Bu təcrübə ilə vaxtı çıxey, bu təcrübələrdən üzü ağ çıxey, müvəffəq çıxey, onda verir. İbrahimə açan verdi Allah Teala bu əzəməti. O zaman bu əzəməti Allah Teala verdi ki, İbrahim öz tövhid və öz Allah'ı tanımasın və Allah'a müti olmasın göstərir. Bu sadəcə vermədi. İbrahim'i tutdular, attılar bir otun içine ki, heç kəs yoxunlaşan deyil. Mancanaqla tutdular, atdılar, eşikdən, uzaqdan. Orada da var rivayətdə Cebrail mələklərdən dedilər, ya İbrahim bir istəyin var, göydədir, gedək ota düşsün. Dedi, əmma əleykə fəla. Sənə? Yox. Allah'ım var. Oradadır ki, Allah Teala buraya qulna linnar kuni bərdən və səlam. Ot oldu bərd və səlam. İbrahim biləydi ki, otuna bərd və səlam olacaq. Yox, bilməydi. Röyadakı gördü, İsmail'i getsin, qurbani eləsin. Biləydi, o qurbanın yerinə başqa bir qurbani olacaq. Yox. İbrahim belə biləydi ki, elə İsmail'in qurbani eləyəcək. Bu imtihanlardan İbrahim çıxdı, ta oldu İbrahim. Bizim hamımıza var. Heç vaxt xiyal eləməyin ki, insan eləyə bilər Allah yolunda böyük bir məqamə çatsın, bunda çətinliklərə dözməmiş. Yox, gərək dözəsən, bunda biləsən ki, Allah Teala bu çətinliklərdə sənə çoxlu şeylər verəcək. Qorxma çətinliklərdən, qorxma zəhmətlərdən. Ya yine bu hikayədə görəysən Allah Teala, Hazreti Yaqub gözlərin əldən verdi, o qədər ağladı. Yine də tapşırıq oğlanlarına da, ya bunayyə əzhəbu fətəhəssəsu min Yusuf və əxi. De, balalarım, gedin gedə Yusuf'dən axtarın. Görün, harada qaldı Yusuf? Bunlar dedi, baba da Yusuf öldü da. Heç ehtimal verməyidilər ki, Yusuf diri qalsın. Bilməydilər ki. Nə qədər de andan, baba da bu ölübdür də, boşda sən Yusufi. Dedi, gedin günə də axtarışın. Və la təyyəsu min ruhillah. Allah'ın rəhmətindən ümidinizi kəsməyin. Fəinnəhu la yəyəsu min ruhillah illəl qavmul kafirun. Kafir insanlar Allah'ın ruhindən, rəhmətindən ümidin kəsər. Mömin insan heç vaxt ümidin kəsməz. Nə qədər də şəraitin çətin olsa, bil Allah Teala'nın qudrəti o çətin şəraitdən çox yuxarıdır. Heç vaxt ümidin kəsməyin. Heç vaxt özü itirmə çətinliklərdən. Gözətdə döz çətinliklərə. Mən hərdən misal çəkərəm. Deyərəm, görərsən insan gedib bir yerə qonaq. Yetişə görək sıfranı salıb. İçində indi məsələn bir sudan zaddan bir müxtəsər bir şeylər var. Bəzi adam var, görürsən ilə tələsəydə ki, bə nə oldu yaxı, bu sofra məsələn, heç bir şey yoxdur, öldük acımızdan.
O bilmək ki, qonaq ki səni çağırıbdı, elə vaxtında plösunu da gətirəcəm. Vaxtında xörəyini də sənə verəcəm. Tələsmə. Mümkündür bəzi şəraitdə hiss eləyəsən ki, sufrun boşdur, özür fikirləmə. O Allah ki, belə rəhməti lütfü var insanlara. Bu rəhmətli Allah Taala belə deyir ki, insanı boşlasın öz başına. Bir şeylər mümkündür sənə saxlayıb, əgər bir dözümün olsa, onları sənə yetirəcək. Döz. Tələsmə yaşayışında. Allaha ümidin olsun. Görərsən sən uşağı atarsan göyə oynatmaq üçün, uşağı atdın göyə, o görsən gülümsüney. Heç fikirləmə, birdən mən düşərəm yerə. Niyə? Çünki atasına o qədər etibarı var. Cibli bu ki, mən yatdı göyə tutacaqlar. Allaha belə bizim etibarımız olsun. Qorxma bir çətinliyə düşdün. Bir Allah Taala'nın bir hikmət var yolda. Sənə çoxlu şeylər mümkündür versin. Munta gərək etibar eləyəsən Allah, etimad eləyəsən Allah'a. Özü itirməyəsən. Xilaf yola getməyəsən. Bir az dözsün, görərsən ki, Allah Taala'nın rəhmət yolları nə qədər sənə açıldı. Bir şeylər ki, mümkündür, heç vaxt fikrə gəlməydi. Heç vaxt ağlından keçməydi. Bunu sən baxsın elə, bu dünyamızda da əlan, bir az ömrünün adam baxı görür. O qədər belə ittifaqlar düşür. Bir insanlar ki, adam heç xiyal eləməzdi. Bunlar bir şey olsunlar. Allah Taala üçün Allah yolunda özlərin fəda eləylər. Nə qədər izzət və əzəmət verir. Bəli, o çətinliklər öz yerində. Bəli, bu çətinlikləri Allaha görə dözmək qarşısında böyük məqamları var. Bu bizə dərs edir. Həzrəti Yusuf'un hikayəsindən, Həzrəti Musa'nın hikayəsindən. Ki, heç vaxt ümidimizi Allah Taala'dan kəsməyək. Həmişə ümidimiz Allah olsun. Əlbəttə, bunun mənası budur ki, insan başqa insanlarla əlaqəsini kəssin. Yox, bunun mənası budur. Allah Taala səbəblər qoyubdur. Bəli, sənin bir problemin vardı, bir nəfər eləyə bilər sənə kömək eləsin. Belə başa düşəyəsən, kömək eləyə bilər sənə. Gedib ondan kömək istəyəsən, əlbəttə izzət ilə. Onun problemi yoxdur. O da bir vasitə ola, mümkündür sənin problemin həll olsun. Söhbət budur ki, ümidi kəsmək vaxt. Düz yolda öz təlaşı, öz çalışmağı elə, başqasını tapşır Allah. O fəvvədu əmri eləllah, innəllaha bəsir. Deyirəm, Pərverdigaram, mən bütün işimi sənə təfviz eləyəm. Özümü tapşırmışam sənə. Mən əlimdən gələn təklif vəzifəmi yerinə yetirəcəyəm. Başqası sənin öz əlimdədir. Belə bir ruhiyyə ilə, belə bir baxışla insan baxanda yaşayışa görəysən orada çox şeylər fərqlidir. Çox fərqlidir. Bir şeylər adam görək, bir şeylər adam əlinə gələk ki, başqa şəraitdə olmaz.